Məmmət. Məsləhətə qulaq asmırlar. Bizim Əhməd elə uşaqlıqdan sözə baxan deyildi, hə? Leylanı demirsən, anası böyüyüb, mən də onu ərköyün saxlamışam. Bizim vaxtımızda evlad ata-anasından çəkinərdi. Qızın həddi neydi, atanın bir sözünü iş eləyəydi. Toy günü yalnız anam mənə dedi ki, biz səni evləndiririk. Elə Leylanın anası da mənim üzümü toy gecəsi gördü. İndi gör, qızı nə deyir? Mən hələ oxumalıyam. Gör mənim oğlum nə deyir? Mən bu cür evlənmək istəmirəm, vəssalam. Gör mənim qızım nə deyir? Üzüyü qaytar. İndi sənin üçün 19-cu əsr deyil. Qızım deyir ki, üzüyü qaytar. Şükür Allah'a. Şükür Allah'a. Evet, hay. Gel, vallahi yok. Ben Vallahi ayaklardan. Ben dedim. Ay! Nergiz Əhmədi tapıb getirsə, ondan necə olacaq? Ay! Sen ne istiyorsun? Daha neye istersen? İstemeyeyim, neyimeyim bakayım? Bu salibir ervat Ahmet hardadır. Ahmet hardadır. Eləmə ki, Az kala kaçsarsındır. elə mən həmin arvada axtarıram da. Ha? Gitti. Ha tarafa. Bak bu tarafa. Odur bak. Taksi. Mi? Ye. Ye. Qabağa bax. Mən bu qızı tanıyıram. Hardasa görmüşəm. Yəqin yuxuda görmüsən. Yox. Dedim qabağına bax. Yolu çaşarsan. Çaşmaram. İstəyirsən bu gözəl qızın ətirli dəsmalı ilə gözlərimi bağla, sizi sağ-salamat Bakıya çatdırıram. Saxla maşını. Bu saat saxla deyirəm. Saxla maşını deyirəm. Deyirəm saxla maşını. Ceyran çıx. Çıx. Dırmaş yuxarı. Ay xala, mən nə dedim ki acığın tutdu? Bu cür zərif qızı niyə daşların üstünə çıxardırsan? Qoy burada otursun. Sənə boş deyil. Qız mənimdir, özüm bilərəm harda otursun. İndi çıx. Düşün. Hı? Nə oldu? Maşın xarab oldu. Ayrısını tapın. Ay oğul, gəl sür gedək. Bizi ləngitmə. Gəl daşı tök ətəyindən gedək. Dedim ki gedə bilmərəm də, mühərrik xarab olub. Ana, gəl düşək. Ayrı bir maşına minərik. Sən otur yerindən tərpənmə. Deməli getmişsən. Onda Nərgiz xaladan incimə, özündən.
Sakla! Sakla! Ana! Ay ana! Sakla! Yazıq təngi nəfəs olur. Ana! Bekliyordum başın xarab olur. Daha kimi istəyir. Saklayın! Zeynel özür istəyirəm. Qabağa baxın! Üzr istəyirəm! Saklayın! Sakla! Saxlaya bilmirəm. Qazı basmayın, özü də yanacaq! Olmadı işləmir. Sükanı düz sakla! Ha, sür gedək. Yolcu yolda gərək. Ay xala, maşını bir təhər eləmirsən ki. Qoy. Yama düştü! Festivalda görmüşəm. Qızıl medal. Düz deyirəm mi? Bəli. Deyirəm baxı. Deyəsən səni çox gözləməli olacağıq. Nə özün düzələcəksən, nə də maşının. Yaman hirsli anan var. Tələsirik. Biz Əhmədin dalınca şəhərə gedirik. Əhməd kimdir? Mənim qardaşım. Mənim də adım Əhməddir. Hə, yadıma düşdü. Festivalda iştirak edirdi. Onda siz gümüş medal aldınız. Hə? Gümüş medalı? Gümüş medal, hə? Gümüş medal, hə? Gümüş medal. Saxla. 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 Belə də iş olar. Ana, Əhməd maşını düzəltdi. Əhməd kimdir? Axı bizim şoferim də adı Əhməddir. Bu Əhmədlər mənim başıma laf oyun açırlar. Buyurun əyləşin. Xala, qoy Ceyran da yanınızda otursun. Vallahi bir də siz tərəfə baxmaram. Yaxşı qızım. Gəl otur.